Hamını salamlayıram əziz dostlar, tamaşaçılar, hər vaxtınız xeyir olsun. Mən hal-hazırda Alanya Köhnə Bələdiyyə binasının arxasındayam. Deməli 2 gündür Alanyada kütləvi və beynəlxalq bir yarışma gedir. Alanya triatlon yarışması 34-cü dəfə keçirilir Alanyada. Çox böyük kütləvi bir yarışdır. Ayın 24-dən və bugün son gün 26-sına qədər davam edir. Bütün ana yollar bağlanıb. Yəni çox böyük ərazini əhatə edir yarışma. Baxın sizə göstərdim, ta o tərəflərdən, obadan Alanyanın girişinə yollar bağlanıb. Çünki bu yarışma bir neçə branşda, bir neçə növdə keçirilir. Qaçış, velosiped yarışları, üzgüçülük və s. İndi isə mən bələdiyyənin arxasındayam və burada da olan bitəni sizə göstərəcəm. Yarışmanın artıq sonuna gəlib çıxılıb, qaliblər müəyyənləşib. Deməli bu yarışma həm Türkiyə daxili və həm beynəlxalq olduğu üçün ilk 2 gündə Türkiyə daxili yarışma oldu. Türkiyədən 242 yarışmacı, toplam səhv eləmirəmsə 565 yarışmacı iştirak eləyib 34 fərqli ölkədən və qaliblər artıq müəyyənləşib. Burada isə hal-hazırda baxın balaca uşaqların deyəsən əyləncəli yarışması təşkil olunub. Bütün yarışların sonunda. Və burada Alanya Xalq plajıdır. Havanın temperaturu 26-27 dərəcədir. İnsanlar dənizdə, sezon davam eləyir. Xalq plajı çox gözəldir. Qəşəng qum var burada və uşaqların yarışması başlayır. Biz də bu görüntüləri də təqdim edək, məlumat verərəm sizə. Və 2 gün sonra da Alanyada böyük bayramdır. 28 Ekim Cumhuriyyət bayramıdır. İnşallah o bayramı da hər il işıqlandırırıq, göstəririk, gözəl tədbir keçirilir Alanyada hər il. Bu ildə qismət olsa çəkərik. Və balaca yarışmacılar finiş xəttini keçdilər. Valideynlər baxırlar. Dövrə vururlar bəli burada. Finiş xətti buradadır. Amma davam eləyirlər. Bir neçə tur atacaqlar yəqin ki. Bəli əziz dostlar, Alanya belə yarışmaları tez-tez qəbul eləyir. Müxtəlif idman yarışları, müxtəlif əyləncəli yarışlar Alanyada tez-tez təşkil olunur. Bu da Alanyada olan hava şəraiti, dəniz və s. Buna şərait yaradır. Əlverişli olduğuna görə beynəlxalq turnirlər, yarışlar çox olur. Mən də çox vaxt çəkirəm, göstərirəm. Beynəlxalq triatlon yarışı da onlardan biridir. Dediyim kimi bir neçə idman növü, üzgüçülük, qaçış, velosiped və s. Bu idman növünə, yəni bu kütləvi yarışa daxildir və 34 dənə ayrı-ayrı ölkədən çoxlu idmançılar Alanyadadır. Burada isə tribunalar. Böyük monitorda Alanyanın gözəl görməli yerləri nümayiş olunur. Kütləvi yarışlar Alanyanın daha da populyar olmasına, daha çox insanın Alanyanı görüb, tanıyıb, sevməsinə səbəb olur. Turizmə böyük qatqı verir belə yarışlar. Və hər il bu yarışdan sonunda böyük konsert proqramı olur əlbəttə ki. Həm də Cumhuriyyət günü olduğuna görə 28-i hər il məşhur müğənnilər dəvət olunur. Bu il bilmirəm, yəni dəqiq olacaq yoxsa yox, amma böyük səhnə qurulub. Səhnə hazırdır. Evet.
İki defadır birbirine beraber yarışmak. Deyəsən İleride artıq sen de uşaqların Alanya velosiped Kültür yarışında Kurumu'na qalib katılmışsın. müəyyənləşib və hal-hazırda qalibi danışdırırlar, hisslərini soruşurlar. Ben yapıyorum. Əziz dostlar, burada medallardır, hədiyyələrdir yarışmacılar üçün. Bu arada qeyd edeyim ki, bu yarışlarda əngəlli idmançılar da nəzərdə tutulub, onlar da iştirak edirlər, yəni para triatlonçular. Yəni çox böyük bir yarışdır, çox böyük bir kütləni əhatə edir. Və keçirik bu tərəfə. Bəli, buralar Alanya genişləndirilir, bu ərazilər tam olaraq parka çevrilib. Bələdiyyənin arxamda olduğu binası da tezliklə biləcəyik burada nə edəcəklər. Hələ tam bilmirik. Hətta bu barədə bir sorğu da keçirilmişdi ki, bütün Alanya'da yaşayan həm yerlilər, həm xaricə fikir bildirsinlər ki, keçmiş bələdiyyə binasının yerində nə edək. Bura isə Barış Manço parkıdır. Bəli, bu parkı yenilədilər və məşhur müğənni Barış Mançonun adı verildi bu parka. Gəlmişkən buranı da görsədək. Sanatçı, bəstəci Barış Elçisi. Türkiyənin çox məşhur simasıdır. Əlbəttə ki, bir müğənni olsa da Barış Manço çox böyük insan olub, böyük işlər görüb Türkiyə üçün. Bunu bilənlər bilir. Sanatçı, bəstəci Barış Elçisi. Hər yerdə sülhü, barışı təbliğ eləyib və öz musiqilərində uşaqların gələcəyini etkiləyən, yaxşı yöndə etkiləyən çox böyük məqamlara hər zaman yer verirdi. Hətta onun televiziya proqramı da var idi. Bizim uşaqlığımıza təsadüf eləyir. Səbirsizliylə baxardıq. Buranı çox gözəl düzəldiblər park. Bura isə növbəti parkdır. Alanya yazısı yazılıb. Qarşıda Atatürk'ün anıtıdır, yəni heykəli və yollar deyəsən artıq açıldı. Qarşıdakı Atatürk caddəsi adlanır. Atatürk caddəsi bağlı idi obadan bu tərəfə doğru. İndi artıq yarışlar bitdiyi üçün açıldı. Və onu da qeyd edeyim ki, bu yarışlar bitdikdən sonra noyabrın əvvəlində bütün Atatürk caddəsi çox geniş bir təmirə bağlanacaq ta ki 2026'nın may ayına kimi. Yəni Alanya mərkəz çox dəyişəcək, çox yenilənəcək və çox gözəl olacaq. Aylarla təmir işləri davam edəcək. Yəni aylarla gedən təmir işi sizcə necə ola bilər? Yəni mən elə düşünürəm, çox gözəl olacaq. Alanya'ya hamı artıq başqa gözlə baxacaqlar, çox müasir olacaq. İnşallah səbirsizliklə gözləyirik. Və gəldik, çıxdıq Atatürk meydanına. Triatlon yarışmasından görüntülər, təəssüf ki gec qaldım, amma uşaqların yarışından video çəkə bildik. Bəli, böyük tədbir 28 Ekim Cumhuriyyət günü hər zaman Alanya'da baxın Atatürk'ün anıtının önündən başlayır və yürüyüş olur. Bu tərəfə doğru bir dövrə vurulur, gəlir bura. Çox böyük və təmtəraqla qeyd olunan bir bayramdır. Cumhuriyyət günü. Son olarak bu parka da baxaq. Burada çox gözəldir. Mənə xoşuma gələn parklardan biridir. Siz də buyurun Alanya'ya gəlin, istirahət edin. Mənzil, ev, villa, torpaq sahibi olmaq istəsəniz əlaqə saxlayın. Hər cür kömək edərik inşallah. Bu bizim işimizdir. Və düşünün, buralarda gözəl təmir işləri olacaq. Bu parklar daha da gözəlləşəcək, yeniləşəcək. O zaman əlbəttə Alanya'nın qiyməti də yüksələcək. Alanya'da olan əmlakların qiyməti də yüksələcək. Hələ ki vaxt var ikən fikri olanlar fikrini ertələməsinlər. Bu gözəlliyi
canlı hər il gəlib görsünlər, yaşasınlar, hiss etsinlər. Doğrudan da bura çox gözəldir. Belə əziz dostlar, bununla da videomu yekunlaşdırıram. İzlədiyiniz üçün təşəkkürlər. Abunə olduğunuz üçün təşəkkürlər. Bu arada abunə sayımız da 10.000'e yaxınlaşır. İnşallah 10.000 olsaq bu hafta video çəkəcəm. Sağ olun, var olun. Gələn videolarda görüşənədək.